Toyuq əti Azərbaycanda ən çox istehlak edilən qida məhsullarından biridir. Ancaq mütəxəssislər xəbərdarlıq edirlər ki, bəzi hallarda toyuq əti sağlamlıq üçün ciddi təhlükə yarada bilər. Türkistan.az milli.az-a istinadən məlumat verir ki, qida təhlükəsizliyi üzrə mütəxəssisi Ağa Salmanovun sözlərinə görə risk əsasən istehsal, saxlanma və bişirilmə mərhələlərində yaranır. Tarixi keçmiş məhsullar, açıq havada saxlanılan toyuq əti və yarımçıq bişirmə ən çox rast gəlinən problemlər sırasındadır. Bu hallarda toyuq əti salmonella və kampilobakter kimi təhlükəli bakteriyaların daşıyıcısına çevrilə bilər. Ekspert qeyd edir ki, toyuq əti tez xarab olan məhsuldur və -2-4 dərəcə temperaturda saxlanmalıdır. Onun sözlərinə görə bəzi satış məntəqələrində məhsul saatlarla açıq havada qalır. Daha sonra yenidən soyuducuya yerləşdirilir ki, bu da bakteriyaların sürətlə çoxalmasına səbəb olur. Mütəxəssis əlavə edir ki, istehlakçılar çox vaxt toyuğun rənginə və qoxusuna aldanırlar. Ancaq bu, təhlükəsizliyin göstəricisi deyil. Bakteriyalar hər zaman gözlə görünmür və məhsul normal görünsə belə sağlamlıq üçün risk daşıya bilər. Həkim infeksionist Mədinə Abdullayevanın sözlərinə görə yarımçıq bişmiş toyuq əti qəbul edildikdən sonra 6-24 saat ərzində ürək bulanma, qusma, ishal, qarın ağrısı və yüksək hərarət müşahidə oluna bilər. Bu əlamətlər əsasən salmonella infeksiyasına işarə edir. Həkim bildirir ki, uşaqlar, yaşlılar, hamilə qadınlar və immun sistemi zəif olan şəxslər risk qrupuna daxildir. Bu kateqoriyadan olan insanlarda zəhərlənmə daha ağır keçir. Bəzən susuzlaşma və ağır infeksiya səbəbindən xəstəxana şəraitində müalicə tələb olunur. Həkim valideynlərə xüsusi xəbərdarlıq edərək bildirir ki, azyaşlı uşaqlara verilən toyuq əti mütləq yaxşı bişmiş olmalı, içi çəhrayı və ya qanlı qalmamalıdır. Mütəxəssislər vətəndaşlara toyuq ətini yalnız rəsmi satış nöqtələrindən almağı, çiğ toyuğu başqa qidalardan ayrı xaxlamağı, bişirmə zamanı ətin tam bişdiyinə əmin olmağı və çiğ ətlə təmasdan sonra əlləri və mətbəx alətlərini mütləq yumağı tövsiyə edirlər.